Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, Peyğəmbərimiz s.ə.v, əziz müsəlmanlar, sahabələri üçün bir müəllim idi. Peyğəmbər s.ə.v sahabələrini öyrədirdi. Onları daima başa salır, onları tərbiyələndirirdi, onları əxlaqlı, ədəbli edirdi. Allah Rasulü s.ə.v İbn Abbas radiyallahu anh deyir ki, mən kiçik yaşında idimdir və Peyğəmbər s.ə.v məni miniyinə mindirdi və mənə görün nə dedi. Ey oğlum deyir, Allahdan qorx. Allahdan qorx. Əgər bir şey istəyirsənsə Allahdan istə. Kömək istəyirsənsə Allahdan istə. Bilginən ki, bütün insanlar bir yerə toplansalar ki, sənə xeyir versinlər, Allahın yazdığına artıq sənə xeyir verə bilməzlər. Bilginən ki, bütün insanlar bir yerə toplansalar ki, sənə zərər versinlər, Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. Artıq deyir, qələmlər qaldırılmış və səhifələr də qurulmuşdur. İbn Ömər radiyallahu anh deyir ki, Allah Rasulü s.ə.v bir günlər məclisdə bizə belə bir sual verdi. O hansı ağacdır ki, yarpağını heç bir zaman tökmürdür. Və deyir, ən çox müsəlmana, möminə bənzəyən də deyir, o ağacdır. O hansı ağacdır? Kim deyə bilər mənə? Və İbn Ömər radiyallahu anh deyir ki, vallahi deyir, mən bilirdim o sualın cavabını. Allah Rasulü s.ə.v-in verdiyi o sualın cavabını mən bilirdim. Sadəcə həmin o məclisdə bütün sahabələr məndən böyük olduğu üçün, atamın da orada, Ömərin də orada olduğu üçün mən deyir, utandım deməyə. Və sahabələr hərəsi bir söz dedi. Və heç birinin sözü də düz olmadı. Və sonra Peyğəmbər s.ə.v buyurur ki, o xurma ağacıdır. Xurma ağacıdır ki, möminə ən çox bənzəyən ağacdır. Və heç bir zaman da yarpaqlarını tökmürdür. Subhanallah. Allah Rasulü s.ə.v insanların üzərinə düşən haqları yerinə yetirər. Və haqları da qoruyardı. Ən böyük haqq Allahın haqqıdır. Ailənin haqqı, qulların haqqı, bədənin haqqı, hər bir şeyin haqqını Peyğəmbər s.ə.v verərdi. Bir günləri Peyğəmbər s.ə.v sahabələrdən bir qrup Peyğəmbər s.ə.v-in zövcələrindən onun ailə həyatı, xüsusi həyatı haqqında soruşdular. Və dedilər ki, o necədir Peyğəmbər s.ə.v? Və qadınları dedilər ki, və Peyğəmbər s.ə.v-in həyatı haqqında məlumat verdikdən sonra onlardan biri söylədi ki, həmin o 3 nəfərdən biri, mən bir daha qadınlarla evlənməyəcəmdir. Digəri dedi ki, mən həmişə oruç tutacam. Oruçlu da dedi ki, mən bütün gecələridir, yatmayıb Allaha ibadət edəcəmdir. Və Peyğəmbər s.ə.v onların bu sözlərini eşitdikdə belə buyurdu. Bir qrup kimsələrə nə olub ki, filan sözləri söyləyirlər. Allaha and olsun ki, aranızda Allahdan ən çox qorxan, aranızda ona qarşı ən təqvalı olan kimsəyəm. Lakin mən gecənin bir hissəsini yatır, bir hissəsini də ibadət edirəmdir. Subhanallah. Yəni, bu bədənin haqqıdır. Peyğəmbər s.ə.v bədənin haqqını qoyur. Və sonra deyir ki, oruç tutub, iftar da edirəm. Müəyyən günləri oruç da tuturam, müəyyən günləri heç tutmuram da. Və sonra Peyğəmbər s.ə.v buyurdu ki, Rasulullah s.ə.v buyurdu ki, və mən qadınlarla nikahlanıram, kim mənim sünnəmdən üz çevirərsə, artıq deyir, məndən deyildir. Və Peyğəmbər s.ə.v o sahabələrinə bu 3 əmridi, nə etdi, verdi. Və Peyğəmbər s.ə.v sünnətidir bu. Peyğəmbər s.ə.v insanların haqlarını qoruyardı həmişə. Və Allah Rasulü s.ə.v bir ümməti üçün, bizim üçün bir müəllim idi. Və bizləri nə edərdi? Öyrədərdi. Və bizim üzərimizə düşən də Allah Rasulü s.ə.v-in əxlaqı ilə əxlaqlanmaq, Peyğəmbər s.ə.v-in əmrlərini yerinə yetirmək, onun ailəsində necə olduğunu öyrənərək öz həyatımızda da tətbiq etməkdir. İxlasla.com saytı tərəfindən təqdim olundu.